Marneuli şəhərinin Rustaveli küçəsində su təchizatı sisteminin bərpasına başlanılıb. Bugün 23 oktyabr tarixində səhər saatlarından etibarən China Geo Engineering Corporation şirkətinin işçi heyəti Marneulidə su təchizatı sisteminin bərpası işlərinə start verib. Marneuli meriyasının məlumatına görə, layihənin ilk mərhələsi Səməd Vurğun dairəsindən Takayşuli küçəsinin döngəsinə qədər olan ərazini əhatə edəcək. Hazırda Səməd Vurğun dairəsindən Takayşuli küçəsinin başlanğıcınadək yolun sol zolağı nəqliyyatın hərəkəti üçün bağlanıb. Avtomobillərin hərəkəti yalnız yolun sağ hissəsi ilə təmin olunur. 7-6 etap ərzində yollar bağlanacaq 30 dekabr kimi. Su xətti yenilənəcək. Bununla bəzi yerlərdə problemlər oldu. Biz 24 saat suyu buraxdıq. Bəzi yerlərdə sizin də xəbəriniz olar ki, partlayışlar oldu. Ona görə bu xəttin yenilənməsi üçün bu yollar bağlanır. Və inşallah 30 dekabrda biz bunu təhvil verəcəyik. Səməd Vurğun küçəsindən Rustavelin birləşməsindən birinci etap Taxiyaşvilidir. İkinci etap Taxiyaşvilidən Mazinəşvili küçəsinin bağlanmasıdır. Üçüncü etapda Mazinəşvilidən Qamsaxurdiya küçəsinin bağlanmasıdır. Sonra da etap biz gedəcəyik düz Oloşçat deyilən bir yerə, sentrimizə, orada birləşməmizi edəcəyik. Qeyd edək ki, bu ilin sonuna qədər Marneulinin mərkəzi Rustaveli küçəsində su təchizatı sisteminin bərpası prosesi bu ilin sonuna qədər davam edəcək və mərhələli şəkildə Rustaveli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.